Deyir, uzaq məmləkətlərin birinin bir kralı var imiş. Bir il elə olur ki, bu kralın gəliri həddən artıq azalır. Büdcəsi kəsirdə olur, bundan heyfslənir, başlayır gileylənməyə. Bunun bir ağıllı vəziri var imiş. Vəzir deyir ki, möhtərəm kralım, heyfslənməyə dəyməz, hər şeydə bir xeyir vardır. Biraz keçəndən sonra kralın oğlu ölür. Kral yenə başlayır ah-uf eləməyə. Bundan yenə vəziri buna məsləhət görür ki, möhtərəm kralım, heyfslənməyə, af-uf etməyə dəyməz. Hər şeydə bir xeyir vardır. Nəhayət biraz keçəndən sonra kral vurur, barmağını kəsir. Barmağını kəsən kral başlayır qışqırmağa, ay canım çıxdı, öldüm, barmağımı itirdim, nə bilim mən ölürəm, belə əziyyət çəkirəm. Obşum, yenə vəziri buna deyir ki, möhtərəm kralım, heyfslənməyə dəyməz, hər şeydə bir xeyir vardır. Artıq kralın səbri çatmır, əmr eləyir ki, bu vəziri atın zindana. Bəli, vəziri tutub atırlar zindana. Kral axtarıb özünə yeni bir vəzir tapır. Belə olur ki, kralın bir gün sıxılır, keyfi pozulur, darıxmır. Bunu görən yeni vəziri krala məsləhət görür ki, möhtərəm kralım, mən bir orman yeri bilirəm. Ora dincəlmək üçün çox gözəl bir yerdir. Ovovlamaya, dincəlməyə yaxşıdır. Amma orada adam yeyənlər var. Kim o ormana gedirsə tutub yeyirlər. Bir iş var ki, biz dəstə ilə ora getsək, hərbiçilərlə, ox atanlarla ora yığışıb getsək, onlar bizə bir şey eləyənməzlər. O üçün kral sərəncam verir, hamı hazırlaşır, silahlanırlar, gedirlər həmin ormana. Belə ormanda biraz keçəndən sonra bir də görürlər ki, adam yeyənlər bunları mühasirəyə alıblar. Bunlar nə qədər əlləşirlər, bu adam yeyənlərlə başa çıxa bilmirlər. Adam yeyənlər tutub bu kralın bütün adamlarını yer, vəziri də onların içində. Sıra gəlir, çıxır krala. Kralı yemək istəyəndə görürlər ki, bu kralın barmağının biri yoxdur. Deyirlər, yox, sən bizim qaydalarımıza uyğun gəlmirsən. Biz bütün adamları yeyirik. Üzvləri çatışmayan adamları yemirik. Bu bizim kurallarımıza aykırıdır. Ona görə bu kralı bırakırlar, deyirlər, yer çık git. Kral baş götürür, qaçır, gəlir, çatır nəhayət sarayına. Saraya çatan kimi gedir zindana. Zindana vəziri çağırtdır. Deyir, vəzir, deməzsən bə bizim başımıza nələr gəldi, nələr. Deyir, nələr gəldi kralım. Deyir, biz bir ormana getmişdik. Orada dincəlib ov eləməyə. Orada adam yeyənlər var idi. O adam yeyənlər mənim bütün adamlarımı tutub yedilər. Yeni vəzirimi də tutub yedilər. Növbə mənə çatanda baxdılar, gördülər, barmağımın biri yoxdur.
Ona görə məni buraxdılar. Sən elə düz deyirmişsən, hər şeydə bir xeyir var. Ona görə məni bağışla inan, mən səni bu neçə illər zindanda əzab əziyyət içərisində saxlamışam. Deyir, yox kralım, heyfslənməyə dəyməz. Hər şeydə bir xeyir var. Əgər sən məni bu zindana attırmasaydın, indi məni də orada adam yeyənlər tutub yemişdilər. Məni bu zindana attırdığına görə mən həyatımı sənə borcluyam. Sənin hesabına mən salamat qalmışam. Ona görə qardaşlar, biz insanıq da, həyatda cürbəcür hadisələr başımıza gəlir. Bəzən bu hadisələrin baş verdiyinə görə çox heyfslənirik, ahuf eləyirik. Ona görə bu hadisələrə çox heyfslənməyə dəyməz. Hər şeydə deyir bir xeyir vardır. Bunun ən gözəlini Allah bilər. O hadisə bizim başımıza niyə gəldi? O gəlməsəydi bizi hansı bəlalar gözləyir? Ona görə hər şeydə səbir və təmkinli olmaq lazımdır. Allah sizləri xoşbəxt eləsin. Sağ olun.